Burada 31-ci sual. Azərbaycan Əmir Teymurun yürüşləri dövründə. Əmir Teymur gəlib 1386-89, sonra 92-də gəlir. Deməli, Cəlairlər Teymurlara qarşı mübarizə aparıblar. Bir bu olacaq. Bir də uzun müddət Əlincə qalasını Teymurilərdən hücumundan müdafiə eləyiblər. Təxminən Azərbaycanda 1400-ə qədər müdafiə olunub da, 1400-cü ilə qədər. 14 il Teymurun hücumuna qarşı gəlib. Plus orada qalanı müdafiə edən Əmir Altun vardı, xəzinə də orada idi Cəlairlər. Bunların arasında mübahisə olur deyənə əmirlərin, onu içəri buraxmırlar. Bax, belə vəziyyət o cür Teymura tabi olur da. Bu gedir su, yemək gətirməyə. Belə tabi olur. Şirvanşahlara da aid olacaq ki, İbrahim Dərbəndi Teymurun müttəfiqinə çevrilir, gedir Qarabağda, bunu bilirsiniz. 32 daha sonra olmuşdur deyir. Fuatiyə döyüşündə ingilislər qalib gəlib 1346, Tüdorlar hakimiyyətə gəlib. Bu Ağqızılgül, Ağqızılgüldür. 1455-85-dir, 85-də 1603-ə qədər gedib, Stuartlar gəlinə qədər. Teymuri dövlətinin varlığına son qoyulması bu olub 1507-də, Uqra Görsü 1480-dir, Rus knyazlıqlarının Teymuridən asılılığına son qoyulur. Konstantinopolun xaçlılar tərəfindən qayd edilməsi 1453-də Bizansın süqutu. Cavab C olacaq. 33. Tarixi proseslərin xronoloji ardıcıllığını tamamlayın. Səlim xan Rus qoşunlarını Şəkidən qovur. Biz səbəbini demişdik ki, Qarabağlı Lisaneviç İbrahim Xəlil və ailəsini zəhərləyib öldürür şübhələndiyinə görə. Səlim qovur. Beləliklə də Kürəkçay müqaviləsi pozulur. 1805-də imzalanmışdı may ayında. Həm Qarabağ imzalamışdı bilirik ki, həm də Şəki. Mayın 14-ü 21-i. Şamaxı da dekabrın 27-si buna oxşar müqavilə imzalayıb. Rus qoşunları Şəkini tutur. Ondan sonra müvəqqəti idarə yaranır. Cavab nə oldu? Olacaq. Deməli, 2C, 4Y. 34-də baxaq, arası kəsilməyən çıxışlar nəticəsində qorxuya düşən Şah hökuməti inqilabçıların tələblərinə əməl etməyə məcbur oldu. 1906-cı ilin avqustunda Müzəffərəddin Şah Konstitusiya qəbul edilməsi haqqında fərman verdi. Bunun ardınca məclisə seçkilər keçirildi. Təbriz şəhərində seçkili orqan əncümən yaradılır. Əncümən qanunverici hakimiyyət orqanı idi. Mətndə bəhs olunan hərəkatın Yeni Osmanlı hərəkatı ilə oxşar cəhəti, bax, Yeni Osmanlıya diqqətli baxın demişdim. Yəqin ki, imtahanda sual olacaq. Böyük ehtimal verirəm Osmanlının 19-cu əsrindən sual olacağını. Konstitusiyanın qəbulu uğrunda mübarizə aparır. Ümumi cəhəti. Bu hərəkat da məşrutə adlanır. Məşrutə ilə konstitusiya deməkdir. Bir də qanunverici hakimiyyət orqanının yaranması 1-4. 35-ə baxırıq. 2-ci James Stuartın katolik mütləqiyyət rejiminin formalaşmasına mane olan cəhətlər. O da olacaq ki, İspaniya və Fransada katolikliyin hakim olması 1, torpaq sahiblərinin inqilab dövründə ələ keçirdikləri kilsə torpaqlarını itirməkdən qorxmaları və əhali dini təqiblərin bərpası ehtimalından narahat idi. 1, 4, 5. Sonra 36 Gəncə, Şəki, Şamaxı, bunların oxşar fərqli cəhətini soruşur. Görək nədir? Qazax Şəmşədi Borçalını azad eləyib. Bu Şəkiyə aiddir. 2A. Ruslara qarşı Quruqovu döyüşündə iştirak edib. Gəncə. 1B. Qarabağ xanlığı ilə mübarizə aparıb. Qarabağla mübarizə hamısı aparıb. Məsələn, Qarabağ hücum eləyir, Gəncədə kimi hakimiyyətlik yaranır. Şəki Pənahəli gedir, deyir, Şamaxı ilə bir yerdə gedir. Pənahəli sikkəsiz gümüş idi. Hacı Çələbi deyib, sikkə vurduq, gəldik. Yəni, 5-ə C idi. Bunu yazanda zaten 2 variant qalırdı. Sonra nə ola bilər burada bir dəqiqə? Deməli, 2 hakimiyyətlik mövcud idi. 2 hakimiyyətlik bizdə olub Gəncədə. 1780-da Qarabağ Gürcüləri hücum eləyib deyə olur. 83-də Hacı bəyin üsyanına son qoyulur. Bir də Şamaxda yaranandan idi. O 1763-də son qoyulub.
Sərkərlər sülaləsini idarə etməsi də Şamaxıdır. Ossetdi 21-ci yüzilliyin daha doğrusu Azərbaycan Respublikasının təhsil sahəsinə baş vermiş yeniliklər, mədəniyyətdə mütləq sual düşür. Bəzən bu təhsilə aid ola bilir. O da olacaq ki, ilk özəl təhsil müəssisəsinin fəaliyyətə başlaması bir. Bir də ali məktəblərə əla qiymətlə oxuyan tələbələr üçün 21-ci əsrdir də, hə. Təqaüdün təsis olunması. Bu TQDK yaranıb 20-ci əsrdə, ona görə onu götürmürük. Sonra iki pilləli təhsil də 20-ci əsrdədir, bu da aid deyil. 38-ci sual. İngiltərə Böyük Azadlıqlar Xartiyasının imzalandığı ildə Monqollar, o da olacaq ki, 1215-dir, Şimali Çinin işğalını başa çatdırır. 39. Rusiyada ilk dəfə Azərbaycan uğrunda rəqabətə qoşulması ilə nəticələndi. Hacı Davudun hərəkətini bəhanə eləyir. Rusiya və Osmanlı Azərbaycana müdaxilə edir. Deyir ki, güya rus tacirlərinin nə orada qisasını alır, neyniyir. Bəhanə idi hamısı. 40-cı sual. Lüter Almaniyada böyük nüfuza sahib olan Saksoniya knyazına sığındı. O isə papaların cəhdlərinə baxmayaraq Lüteri onlara vermədi. Wormsda keçirilən toplantıda Lüter və onun tərəfdarlarının əleyhinə qərarlar qəbul edildi. Belə qərarlara əsasən Lüterin əsərləri yandırıldı, tərəfdarları həbs olunmalı idi. Lakin Saksoniya knyazı buna imkan vermədi. Mətnə əsasən hansı nəticəyə gəlmək olar? Bunun haqqında bir neçə il bundan qabaq situasiya düşmüşdü. Qərənfil, Muradgirin situasiyası olub birinci imtahanda. Təxminən bilmirəm, 7-8 il bundan qabaq dərs demişəm də ona ilini. Cavab olacaq ki, Saksoniya knyazı reformasiyanı müdafiə edirdi, himayə edirdi, C bəndi. 41-ə baxaq. Müqayisə cədvəlində Azərbaycan SSR-də keçirilmiş iqtisadi tədbirlərlə bağlı doğru fikri müəyyən eləyin. Yeni iqtisadi siyasət, bunu YIS kimi də yaza bilərlər. Daxili ticarət azadlığı var idi, bir aiddir. Sonra sənayeləşdirmədə 1925-dədir bu xətt. SSR-də ilk böyük kerosin benzin zavodu inşa olunur. Ortaq cəhət də odur ki, yeni neft mədənlərinin istifadəyə verilməsi. Bax, bu altdan yazılan ortaq cəhəti bildirir. 42. Tarixi şəxsiyyətlər üçün ortaq cəhəti müəyyən eləyin. Görək kimdir bizdə tarixi şəxsiyyət? Şirvanşah 3-cü Mənçöhür, Şirvanşah 1-ci Axistan, Atabəy Özbək. Bunlar xarici hücumlara qarşı gürcülərlə müttəfiq olublar. Bax, bu olacaq. Deməli, məsələn, demək, Özbək Monqollara qarşı olub. Gürcülər ümumiyyətcə Azərbaycanı ələ keçirmək istəyirdilər. Bu klassik orta əsr Azərbaycanına aiddir. 43. 1774-cü Kiçik Qaynarca sülhünün imzalanmasını zəruri edən səbəblər. Avropa dövlətləri Rusiyaya təzyiq göstərirdi. Osmanlı ilə Rusiya arasında imzalanıb. Bir də Rusiya daxilində kəndə çıxışları baş vermişdi. Sonra 44. Qəzalara aid uyğunluğu müəyyən eləyindir. Görək nə olacaq burada. Deməli, 1-də olacaq Lənkəranda ilk pambıq təmizləmə zavodunun işə salınması, beybəndi. Sonra 2-də olacaq ki, Qalakənd su elektrik stansiyasının inşa olunması. 3-ə də verəcəyik 19-cu əsrin 90-cı illərinə məhdud səlahiyyətli şəhər özünə idarəsi tətbiq olunur. Bir də Ələkbər bəy Rəfibəyov söhbət Naxçıvandan gedir. Ələkbər bəy Rəfibəyov eləyir, Qeyrət partiyasının yaradılması. Deməli, 45-ci suala baxırıq. Neolit dövründə əhalinin oturaq həyata keçməsinə səbəb oldu. Nə? Əkinçiliyin inkişaf etməsi. Deməli, əkinçilik yaranıb mezolitdə, inkişaf edib neolitdə. Neolit inqilabı, orada sənətkarlıq da həm də yaranır. 46. Hülakü xanın Ağqoyunlu Rüstəm padşahla oxşar, Qaraqoyunlu Cahanşahdan fərqi. Deməli, elə bir xüsusiyyət deməliyik ki, Rüstəmlə bunun oxşar cəhəti olsun. Hərbi köçmə əyanlara arxalanıb. Qaraqoyunlu ilə Ağqoyunlunun zəifləmə səbəbi bax bu hərbi köçəri əyanlar məsələsi idi. Onlar arxalanmırdı. Soyurqala görə vahid dövlət, mərkəzləşmiş dövlət olmayıb Qaraqoyunlu, Ağqoyunlu. Amma bu Hülakü və Rüstəm padşah arxalanırdı. Özdə Rüstəm padşah
Hakimiyyəti dövrünə 1492-97. Ən çox soyurqal paylayan Azərbaycan hökmdarıdır. Deməli, 47-də deyir ki, səbəb nəticənin doğru verildiyi bəndi müəyyən eləyin. Böyük böhran başlayır. Hoover hökuməti yoxsulluğu aradan qaldırmaq planı uğursuz olur. Bir də mülkədarlar öz hakimiyyət və mülklərindən imtina edir. Sovet Rusiyasında vətəndaş müharibəsi başlanır. 4-lə 5 olar B bəndi. 48-ci sual. Mudros barışığının AXC ilə bağlı maddəsinə görə Topçubaşov Osmanlı dövlətinə etiraz etməsinin səbəbi nə idi? Azərbaycan Böyük Britaniyanın işğal zonasına daxil idi. Elə Osmanlı qoşunları da Mudrosa əsasən Azərbaycandan çıxarılır 1918-in oktyabrında. 49-a baxırıq. 14-cü yüzilliyin ikinci rübündə Hülaki dövlətinin siyasi vəziyyətinə aiddir. Nə aiddir? Deməli, Qızıl Ordu qoşunların hücumuna qarşı mübarizəyə başlayıb. Bir də olacaq, Təbrizdə Çobanın zülmünə qarşı üsyanın baş verməsi. Məlik Əşrəfin zülmünə qarşı idi, amma Çobanların vahid dövləti olmayıb da, 2-3-dür. 50-ci sual. Xəritədə nömrələnmiş dövlətlərin hansına aid xüsusiyyət verilməyib? Deməli, Avropa İqtisadi Birliyinin üzvü idi. Marshall planına əsasən ABŞ-dan yardım alıb. Marshall planı 2-ci Dünya müharibəsi 40-cı illərə aiddir. Burada 2-yə aid verilməyib. 4 Türkiyədə olub, 5 Fransadır, 1 şeydir, nədir, Böyük Britaniyadır. 2 Polşadır, Polşaya olunmayıb, 2-ni götürürük. 3 də ki, AFR-dir. Onu da olunub. Almaniyadır. İşğal zonasına bölünmüşdü. Ümumiyyətcə Dünya müharibəsindən sonra Almaniya 4 işğal zonasına bölünür. Ərazisinə AFR-lə ADR yaradılır. Sovet, deməli, İngilis, Alman, Fransız işğal zonaları idi. Sonra o üçü birləşir Sovetlərə qarşı. Elə bir ki, ümumiyyətcə kommunist təhlükəsinə qarşı onlar istəmirdilər də Sovetlər güclənsin. 51-ci suala baxırıq. Atropatena hökmdarı Artabaz və Albaniya hökmdarı Oroys olacaq ki, Roma hücumlarına qarşı mübarizə aparıblar. Verilənlərdən hansı dövlətə aid məlumat yoxdur, deyir. Deməli, Aşina soyuna mənsub idi Göytürklər, Xəzərlər də aşina olub. Sasani üzərində qələbə qazanıb Axunlar, Hindistanın şimal-qərbini tabe edib, məsələn, Qəznəli eləyib, Samaniyin ərazisini bölüşdürüb Qaraxanlı, Uyğura aid yoxdur. Uyğur 744-842-də mövcud olub. Məsələn, verə bilərdi Avropadan qabaq ilk mətbəə olub, nə bilim, Çinin ticarət yollarını tutur, Talas döyüşündən sonra. Düzdür, Talasda Uyğurlar deyildi, 751-də Çinlə ərəblərdir. Ərəblər məğlub olub, davam elətdirmir. Sonra qırğızlar son qoyub, belə bir variantlar vermək olardı. 53. Xəritə sxemdə yanlış variantı müəyyən eləyin, deyir. Yanlış variant. Deməli. 1 Kəlbəcərdir. 1 aid səhv verilib. 2 düzdür. Türkiyə-Rusiya birgə monitorinq qrupunun fəaliyyətə başlaması. Sonra 3 də düzdür. Azad olmasına Şuşa üzərinə sürətli hücuma əlverişli şərait yaranır. Bir də 4 səhvdir. Burada rayonları mən cədvəlini ataram, onu əzbərləyərsiniz hansılardır. 54. 6-cı yüzilliyin sonu Afinada keçirilən islahatlara aiddir. Söhbət gedir, deməli, 6-cı əsrin sonu Afina islahatları. Əvvəllərində salon eləyib. Xalq yığıncağında qanunları müzakirə və qəbul etmək səlahiyyəti verilir. 2. Xalq yığıncağı ali hakimiyyət orqanına çevrilir. Bir də 4. Bu azad olunmaz filandır, bu salona aiddir. O 500, elə bir ki, 90-cı illərə düşür, 6-cı əsr. O da yerdən əvvəldə olduğuna görə əvvəlinə gedir, sonuna yox. 55-ə baxırıq. 55-də 7-ci əsrin ortaları və 10-cu əsrin ikinci 10 illiyində Azərbaycan tarixinin oxşar cəhəti. O da olacaq ki, deməli, Ərəb xəlifəsi Azərbaycan torpaqlarına qoşun yeridir. 1. Sonra. Bir də Azərbaycanın şimalında
Feodal dövlətlər fəaliyyət göstərməsə, 7-ci əsrin ortalarında Albaniyadır. 10-cu əsrin ikinci 10 illiyi deyirsə, söhbət gedir 910-20 arası. Burada Sacilərdir, Azərbaycanın vahid dövlətdə birləşdirmişdi. Əməvi götürənmərik, çünki Əməvi 8-ci əsrdə 661-750, ondan sonra olmayıb. Sonra 4 də götürə bilmərik. 56-cı sual. Xronoloji ardıcıllığı müəyyən eləyin deyir. Əlvət tezi sülhün imzalanması olacaq 1807-ci il. O sülhə görə elə bir ki, Fransa ilə imzalanır da, Rusiya, sonra da Prusiya imzalayır. Bu ikisi imzalayıb. İngiltərə ilə kontinental blokada. Onunla ticarət eləmək qadağan idi. 4 gələcək. Sonra gələcək Monroe doktrinası 1823. Ondan sonra gələcək deməli Alman İttifaqına son qoyulması. Ən axırda Sedandır. Sedan 1870-ci ildir. İttifaqa da son qoyulması səhv eləmirəmsə 66 idi. 57-yə baxırıq. Herat sülhü. Herat sülhü Qaraqoyunlu ilə Teymuri arasında imzalanıb. Qaraqoyunlu Cahanşah gedir Teymurilərin paytaxtını tutur. Amma orada oğlanları deməli üsyan qaldırdığına görə Həsən Əli Təbrizdə, bir də Bağdadda. Bu geri qayıtmalı olur. Gəlir oğlanlarından birini öldürür. O birini eləyir, zindana saldırır. Əlpər sazişi 1500-cü ildir. Bilirik ki, Ağqoyunlu dövləti 2 yerə parçalanıb ona. Bəli, bir də Ağqoyunlu şahzadələr arasında çəkişməyə son qoyulur. Amasya 1555-ci ildir. Bağdad daxil olmaqla Ərəb İraqı Osmanlıda qaldı və Səfəvi-Osmanlı müharibəsinin ilk mərhələsi başa çatdı. İndi baxaq situasiyaya. Adolf Hitlerin ümumi hərbi xidmət tətbiq etdiyini, ordunun sayının artacağını və hərbi hava qüvvələri yaradacağını elan etmişdi. Bu addımlar Avropada ciddi narahatçılıq yaratmışdı. Buna görə Böyük Britaniya, deməli, sonra Fransa və İtaliya liderlərinin iştirakı ilə İtaliyanın Streza şəhərində konfrans çağırılıb. 1935-dədir Streza konfransı, yadınızda olsun. Konfransda İtaliyanın strateji mövqeyi xüsusi əhəmiyyətli sayılırdı. Çünki Almaniyanın Avstriya üzərində təsirinin qarşısını almaqda mühüm rol oynaya bilərdi. Həmçinin Mussolini Efiopiyanı işğal etməyi planlaşdırır. Britaniya və Fransa isə Almaniyanı məhdudlaşdırmaq məqsədi ilə İtaliyanı tərəfində saxlamağa çalışırdı. Buna görə də Efiopiya məsələsi konfransda açıq şəkildə həll olunurdu. Nəticədə konfrans iştirakçıları Avropada mövcud sərhədləri zorla dəyişdirilməsinə qarşı olduğunu bildirir. Deyir ki, mənbədə əvvəlində qeyd olunan Almaniyanın atdığı addımlar hansı müqavilənin şərtini pozurdu? Versalın. Versal. Sonra mənbə və tarixi biliklərimizə əsasən Streza konfransında İtaliya və Almaniya ilə bağlı hansı məsələlər öz həllini tapmışdı? İtaliya ilə bağlı deyə bilərik ki, İtaliya Efiopiyanı işğal etməsinə qarşı qərar qəbul edilir. Almaniya ilə də bağlı deyə bilərik ki, Almaniyanın silahlanmasına qarşı tədbir görülmür. Bu məsələ olacaq. İtaliya Efiopiyanı işğal edir, heç bir iş görmürlər. Almaniyada silahlanır, heç bir iş görmür. 60. Mənbədə verilməyən Streza konfransının qərarlarından biri olacaq ki, Avstriyanın 1935-ci ildə ərazi bütövlüyü təminat altına alınır.